Qurban Məmmədova mən cavab verməyə məcburiyyətində qaldım. Bu günləri, mən əslində bu mövzuya toxunmaq istəyirdim. Sadəcə bu günlər qarşıma bir video çıxdı. Qurban Məmmədov yenə şəriət məsələlərindən danışır və müsəlmanların geri qalmasından danışır. Ki, qərblər raket düzəldir, yəni kompüter düzəldir, şərq cəmaatı isə şəriət məsələlərinə maraqlanır. Mən özüm çox bu haqda düşündüm ki, məsəl üçün, Yəhudilik, Həzrəti Musanın dini Peyğəmbərimizə qədər 3000 il Peyğəmbərimizdən öncə nazil olmuşdu, gəlmişdi, yaranmışdı. Niyə Yəhudilər 3000 il ərzində heç bir kəşflər yox idi? İndi gör kəşflər Yəhudilərin adından bağlayırlar. 3000 il az dövr deyil. Yəhudilər dünyaya bir şey verməmişlər ki, yəni Məhəmməd əleyhissalama qədər. Və yaxud da həmin o xristiyanlar, Peyğəmbərimiz 7-ci əsrdə yaşayıb, 700 ilə ortalığa bir şey qoymamışlar. Bir elmi kəşf, bir sivilizasiya qurmamışlar daha doğrusu. Nə Yəhudilər qurabilmişlər, nə xristiyanlar. Müasir sivilizasiyanın əsası İslamdan gəlir. Bax, bu günləri gördüyünüz bütün bu əldə olunan texniki nailiyyətlər hamısı İslamın nazil olunmasından sonra, yəni bizim imamlarımızın, məxsusən də İmam Cəfər Sadiq əleyhissalamın tələbələrinin hesabınadır. Qərb özü etiraf edir, siz maraqlanmırsınız, oxumursunuz, ona biz neyniyək? Cabir İbni Həyyan, İmam Cəfər Sadiq əleyhissalamın tələbəsi olub, kimyada birinci elementlərin bölünməsi, elementlərin o riyazi üslubla onların hazırlanmasının əsasını qoyub, həndəsənin əsasını qoyub. Avropalılar onunla 16-cı əsrdə başlayıb onun dərsliklərini istifadə eləməyə, yəni müasir kosmos və digər müasir kimya sahəsinin inkişafı Cabir İbn Həyyandan gəlir. Riyazat Əl-Cəbr Musa Əl-Xarəzmidən gəlir, Özbək deyirlər. 780-ci ildə yaşayıb, anadan olub. Yəni o da 8-ci əsrdə, hardasa Peyğəmbərimizin rəhlətindən sonra, bir müddət sonra imamların dövrünə düşür. Əl-Biruni, Nəsrəddin Tusi, astronomiya və astrologiya üzrə böyük mütəxəssis olub. Əbu Əli İbn Sina, tibb üzrə. Yəni, bugünkü müasir dünyanın bazasının əsasını, yəni fəlsəfədə belə biz fəlsəfə oxuyanda belə deyirlər də, bazis və üst qurum deyirlər də. Üst qurum bazisin bir him olmalıdır, bir əsas olmalıdır ki, onun üzərindən nəsə qurasan da. Yəni, evi qurmamışdan qabaq onu. Yəni, bütün bugünkü müasir elmin himi əsası müsəlmanlardan gəlir, xristiyanlardan gəlmir ki. Yəni, hətta bu günləri onu qərbdə çox tərifləyirlər Cabir İbn Həyyanı və digər alimlər. Yəni, İslam müsəlman aləmindən gələn alimlərin, elmin hesabına bu günlər biz inkişaf etmiş. Elə bu, indi mən sizinlə danışıram, bu qeyri-səlis nəzəriyyəni verən elə Azərbaycan Lütfuzadədir ki. O nəzəriyyə olmasaydı, nə internet vardı, nə kompüter vardı, nə telefon vardı. Mən sizlə indi TikTok vasitəsilə ki, müraciət edirəm, danışıram. Qurban Məmmədov, mən sənə ağıllı bir şəxs bilirdim. Amma görürəm, sən yaşlaşdıqca başqa istiqamətdə danışıqlar aparsan, bilməm, sifarişdir bu, yoxsa yox. Mən NASA haqqında məlumatlar əldə etmək istədim, maraqlandım. NASA-dan araşdırmaların belə gəldi, çıxdı ki, NASA-nın rəhbərliyinə sual veriblər ki, siz niyə NASA-da bu günləri, yəni Amerika Birləşmiş Ştatlarında kosmik tədqiqatlarla məşğul olan NASA-da əksəriyyəti şərqdən olan insanlar işləyir. İranlılar, Hindistanlılar, Pakistanlılar və digərləri. Orada sual veriblər ki, siz niyə qərbdə oxuyub qutarmış tələbələri ora götürmürsünüz, amma şərqdən gələn, yəni qərbdə də oxumağına baxmayın, şərq əsrli tələbələrdən istifadə edirsiniz. NASA-nın rəhbərliyi çox maraqlı cavab verib. Deyib, qərb tələbələri rasional düşüncəyə malikdirlər. Amma şərq tələbələri qərblərdən fərqli olaraq, yəni şərqdən gələn tələbələr, irrasional düşüncəyə malikdirlər. Burada da bizə də deyir, irrasional düşünən insanlar lazımdır.
Yəni ay müsəlmanlar geri qalıblar, müsəlmanlar. Xeyr, elə bugünkü müasirliyin əsasını qoyan müsəlmanlardır. Eləyərdilər də, yəhudilər, xristianlar eləyərdilər də, Quran nazil olana qədər. Onlar, yəni İslam alimlərindən, yəni bizim İslam alimlərindən, hələ mən çox bir hissəsini, az bir hissəsini aldın sizə qeyd elədim də. O qədər alimlər var ki, mən sadəcə vaxt nöqteyi nəzərdən bunun üçün gərək silsiləvi mən danışım. Ona görə də Qurban Məmmədov, mən sənə rəddiyə verirəm və sənə cavab verirəm. Lazım olsa lap canlıda da çıxıb sənlə istənilən mövzu haqqında, bu mövzu haqqında da söhbət edə bilərəm. Yəni siz bir müsəlmanları belə də zəif və aciz bilməyin. Elmin ilə mənbəyi biz müsəlmanlarıq. Bugünkü müasir elmin. Məndən bu qədər.